Vurulan peyvənddən sonra 4 aylıq körpənin vəziyyəti ağırlaşıb. Uşağın atası, Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayan Həsən Mirzəyev belə iddia edir. Dediyinə görə, ailəsi peyvənddən imtina etsə də, həkimlər onları 4 aylıq körpəyə peyvənd vurmağa razı salıb. Peyvənd vurulandan sonra 4 aylıq qızı ölümdən dönüb. Uşağın ailəsi baş verənlərdə Sabunçu rayonunda fəaliyyət göstərən 12 saylı şəhər poliklinikasının sahə həkimi Elnurə Qurbanovanı ittiham edir. Peyvəndə məcbur elədi. Bizi peyvəndə əslində mən vurdurmaq istəmirdim. Yəni atkaz vermişdim yazılı şəkildə. Sadəcə yoxlamağa aparmışdıq. Orada dedi ki, göy öskürək yayılıb, nə bilim belə ölən, belə falan. Mən də dedim yaxşı vur. Şikayətçi deyir ki, uşağın peyvənd olunmasına razılıq versə də, lazımi müayinələr aparılmayıb. Uşağın qanını yoxlamadan, yəni bu uşağın qanı aşağı imiş. Plus allergik uşaqdır. Yoxlamadan peyvəndi vurub uşağa. 2 gün martın 11-i. Ondan qabaq da yanvar ayında uşaq OMD-də yatmışdı, xəstələnmişdi. Nəysə, uzun sözün qısası uşağın 2 gündən sonra başladı qızdırmağa. Qızdırması qalxdı 39-40. Özü nə əlaqə saxladı dedi peyvənddəndir. Ailəsi bildirir ki, daha sonra körpəni ağır vəziyyətdə təcili olaraq özəl xəstəxanalardan birinə çatdırıblar. Peyvəndi vuranda qan neçə idi? Dedim, orada qanı yoxlamayıblar. Dedim, necə? Dedim, yoxlanılmayıb da, yəni qanı. Elə bir şey olmur. Uşağın qanı aşağı olub, plus allergiyəli uşaq. Buna 6 aydan tez olmaz şey vurmaq. Nəysə, orada uşaq da alınmadı. Getdik biz OMD-yə. OMD-nin həkimləri sağ olsunlar. Yəni artıq 10 gündən çoxdur uşaq oradadır. Vəziyyətdən çıxartdılar, amma uşağın orqanizmi elə bir hala düşüb ki, yəni uşağı heç iynələr də götürmür bədəni ki, yəni sağalsınlar, sağalda bilmirlər. Səsləndirilən ittihamlarla bağlı adı çəkilən həkim Elnurə Qurbanova ilə əlaqə saxladıq. O bildirdi ki, ailənin ittihamlarını qəbul etmir. Çünki uşağın xəstəliyi peyvəndlə əlaqəli deyil. Bizim peyvəndimiz aselülyar peyvənddir. Yəqin xəbəriniz olar. Heksaksimdir, müasir peyvəndlərdə. Onların heç bir əks göstərişi yoxdur. 7% heç vaxt ola bilməz. Çünki bizim qanun analizdən cavabı məndədir. Biz tam nəzarətlə sağlamlıq fonunda yoxlanılıb uşaq hər tərəfdir. Prosta o xəstəlikdən sonra, o peyvənddən bir neçə gün sonra uşaq xəstələnir. Xəstəlikdən əvvəl qanı yaxşı olan müddətdə biz peyvəndimizi eləmişik. Məsələ ilə bağlı təbibə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, məsələ araşdırılır. Nigar Polad, Yusif Kərimli, Səbuhi Mustafayev, Xəzər xəbər.